Salam. Bugün sizin də təqdim etdiyiniz mənbələrə, xüsusən Ayətullah Cavad Amulinin təfsirinə əsaslanaraq Ənfal surəsinin bəzi ayələrini 45-dən 49-a qədər araşdıracağıq. Salam. Bəli, çox mühüm ayələrdir. Məqsədimiz, yəni çətin anlarda möhkəm qalmaq üçün bu ayələrdəki hikmətləri anlamaqdır. Sabitlik, birlik, Allaha təvəkkül kimi mövzular. Və əlbəttə təkəbbür, daxili çəkişmələr kimi təhlükələrdən qaçınma yolları. Elədir. Gəlin onda başlayaq bu mövzunun, necə deyim, təfərrüatlarına varmağa. Bəli, bu ayələr həqiqətən də, yəni təkcə keçmiş döyüşlər üçün deyil, bugünkü həyatımız üçün də çox aktual prinsiplər verir. İstər fərdi, istərsə də ictimai müstəvidə. Düzdür. İlk olaraq 45-ci ayə. Döyüşün, münaqişənin qızğın vaxtında belə Allahı çox zikr etmək və sabit qalmaq. Səbat. Bu, necə bir təsir göstərir? Arxasında nə dayanır? Baxın, təfsir burada çox maraqlı bir məqama toxunur. Dillə edilən çoxlu zikir, yəni zikr-i lisani, təkcə insanın öz qəlbini, zikri qəlbini gücləndirmir. Başa düşdüm. Bu, ətrafa da təsir edir. Kollektiv ruhu, mənəviyyatı yüksəldir. Və bu, sabitliklə, yəni sarsılmazlıqla birləşəndə uğurun açarı olur. Tam olaraq, fəlahın, yəni qurtuluşun, uğurun əsasını qoyur. Bu sadəcə sözlər deyil, çətin anda aktiv bir strategiyadır əslində. Bu birlik və sabitlik fikri mənə elə gəlir ki, 46-cı ayədə daha da, necə deyim, dərinləşir. Allaha və Rəsuluna itayət və xüsusilə daxili çəkişmələrdən, tənazüdən çəkinmək. Uhud döyüşü də burada xatırlanır, elə deyilmi? Bəli. Mənbə Uhuddakı o uğursuzluğu birbaşa bu ayənin xəbərdarlığı ilə əlaqələndirir. Yəni, strateji bir əmrə tabe olmamaq. Acı nəticələrə gətirdi. Məhz. Daxili ixtilafa yol açdı. Orayı da çox aydın deyir ki, bu cür çəkişmələr cəmiyyəti zəiflədir, fəşəl vəziyyətinə salır. Və gücünü, təsirini, o, necə deyim, mənəvi heybətini, zəhabi ruhunu yox edir. O zəhabi ruhun getməsi. Bu, birliyin nə qədər həyati olduğunu göstərir. Tamamilə. Maraqlıdır ki, mənbədə bu çəkişmədən çəkinmək əmri, həm də məşvərətə, yəni şuraya bir təşviq kimi izah olunur. Şeyx Bahainin də bir bənzətməsi var idi, deyəsən. Çox yerində bir əlaqədir. Yəni, əgər fikir ayrılığı varsa, onu dağıdıcı çəkişməyə çevirməməmin yolu konstruktiv müzakirədir, məşvərətdir. Fikirlərin toqquşması. Bəli, Şeyx Bahainin o fikirlərin nikahından həqiqət doğular ifadəsi kimi. Fikirləri qarşı-qarşıya qoymaqla həqiqətə daha da yaxınlaşmaq olar. Amma baxın, burada mühüm bir fərq var. Buyurun. Bu məşvərət insanların idarəçiliyi ilə bağlı məsələlərə, əmrün nasa aiddir. Strategiya, taktika kimi şeylər. Amma Allahın qəti hökmü, əmrullah, hökmullah bu müzakirə mövzusu deyil. Ona tabi olmaq lazımdır. Anladım. Bəs məşvərətlə bir nəticə olmasa? Onda yol Qurana və sünnəyə müraciət etməkdir. Necə ki, Nisa surəsi 59-cu ayədə də deyilir. Aydın oldu. Sonra isə 47-ci ayədə tam fərqli bir təhlükə, lovğalıq, bətərən və özünü göstərmək, riyayən nas məqsədi ilə hərəkət etməmək barədə xəbərdarlıq var. Qureyşin Bədrə yürüşü nümunə çəkilir. Onların niyyəti necə dəyişmişdi ki? Əslində, mənbəyə görə onlar əvvəlcə biraz tərəddüdlə yola çıxıblar, karvanlarını qorumaq üçün. Amma Cuhfə deyilən yerdə karvanın təhlükədən qurtulduğu xəbəri gələndə daha da ürəkləndilər. Ürəklənməkdən çox bu onları, necə deyim, təkəbbürə sürüklədi, güc nümayişi etmək, başqalarını Allah yolundan çəkindirmək, yasuddunə ən səbilallah istəyi ilə Bədrə getməyə qərar verdilər. Yəni, uğurun insanı necə kör edə biləcəyinə dair güclü bir işarədir bu. Çox təsirli. 48-ci ayədə isə şeytanın rolu önə çıxır. Əvvəl onları cəsarətləndirir, sonra isə üz döndərir. Bu nəyə göstərir? Bu, şeytanın təsirinin mahiyyətini və həm də hüdudlarını göstərən çox dramatik bir səhnədir əslində. Mənbə izah edir ki, şeytan onların o yanlış əməllərini gözəl göstərir. Onlara sanki toxunulmaz olduqlarını pıçıldayır. Bugün sizə qalib gələn olmaz. Aldadır yəni. Bəli, amma həqiqi güclə, Allahın yardımı ilə gələn mələklərlə üz-üzə gələndə o acizliyini etiraf edir. Mən sizin görmədiklərinizi görürəm, mən Allahdan qorxuram deyib geri çəkilir. Nə kəsəssudə ən əqibət.
Deməli, onun gücü məhduddur. Əlbəttə, bu möminlərin ilahi himayədə olduğunu, şeytanın təsirinə düşənlərin isə əslində bir aldanış içində olduğunu vurğulayır. Xüsusən ixlaslı bəndələrə təsiri çox məhduddur. Və nəhayət 49-cu ayə. Münafirlər və qəlbində xəstəlik olanlar. Möminlərin azlığına baxıb deyirlər ki, bunları dinləri aldadıb. Təfsir bu ittihama necə cavab verir? Təfsir bunun tamamilə, yəni səhv bir baxış olduğunu göstərir. Bu aldanmaq deyil, əksinə bu Allaha dərin bir etimad, təvəkküldür. Təvəkkül. Hə, Mənbə xatırladır ki, az sayda imanlı qüvvənin Allahın izni ilə çoxsaylı düşmənə qalib gəlməsi Quranda dəfələrlə vurğulanan bir mövzudur. Bəqərə 249, elə Ənfalın özündə 65-66-cı ayələr. yəni bu ilahi bir qanuna uyğunluqdur. Bəli, bu sadəlövlük deyil, Allahın gücünə, onun vədinə sarsılmaz bir inamdır. Ayənin sonu da bunu təsdiqləyir. Allaha təvəkkül edən üçün o yenilməz qüdrət, əziz və hikmət həkim sahibidir. Bütün bu prinsiplər, zikir, sabitlik, itayət, birlik, təvəkkül, bunların hamısının həyata keçməsi üçün görünür 46-cı ayənin sonunda vurğulanan o təməl keyfiyyətə ehtiyac var, səbir. Tamamilə doğrudur. Təfsir də məhz bu Allah səbr edənlərlədir. İnnallaha məs-sabirin ifadəsinin əslində bütün əvvəlki əmrləri əhatə etdiyini vurğulayır. Çətinlik qarşısında möhkəm dayanmaq, Allahı xatırlamaq, birliyi qorumaq, çəkişmədən uzaq durmaq, bütün bunlar davamlı səbir tələb edir. Və buradakı səbir sadəcə dözmək, passiv gözləmək deyil, aktiv bir müqavimətdir, məqsədə çatmaq üçün göstərilən iradədir. Deməli, ümumiləşdirsək, bu ayələr və onların təfsiri bizə göstərir ki, istər fərdi, istərsə də cəmiyyət olaraq sınaqlar qarşısında güclü qalmağın yolu Allaha bağlanmaqdan, onun rəhbərliyinə tabe olmaqdan, Birlikdə olmaqdan, birliyi hər şeydən üstün tutmaqdan. təkəbbür və daxili çəkişmələrdən qaçmaqdan və bütün bunları səbirlə həyata keçirməkdən ibarətdir. Bəli, əsas mesaj budur. Həqiqi güc və uğur orduların sayında, maddi imkanlarda deyil. Əsas güc Allaha olan o dərin bağlılıqda, təvəkküldə və onun göstərdiyi yolda səbirlə irəliləməkdədir. Bəs siz nə düşünürsünüz? Günümüzün bu mürəkkəb şəraitində cəmiyyət olaraq üzləşdiyimiz problemlərin öhdəsindən gəlmək üçün bu prinsipləri, xüsusilə də o məsləhətləşmə, şura ilə ilahi rəhbərliyə tabe olmağın həssas tarazlığını necə qoruyub saxlayıb və tətbiq edə bilərik? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.